Elmar bəy, ilk olaraq elə sərhəddəki, daha doğrusu cəbhədəki vəziyyətdən başlayaq. Cəbhə də deyil əslində Kiyev istiqaməti hazırda, amma Rusiya tərəfi 12 saat fasiləsiz olaraq Kiyev daxil olmaqla bir çox istiqaməti dronlarla və raketlərlə hücuma məruz qoyub 70-dən çox yaralı var. Sadəcə olaraq Rusiya birdən-birə yenidən hava hücumlarını bu qədər aktivləşdirməsi Zelenskinin Kremli vuracaq açıqlamasına cavabdırmı, gözünü qorxutmaqdırmı? Necə oxumalıyıq? Əslində müharibədə qarşı tərəflərin, yəni NATO ölkələrinə qarşı NATO ölkələrinin müharibəyə cəlb olunması prosesi durur. Ukraynanın hava hücumunda müdafiə sisteminin hansı səviyyədə olduğu ortaya gətirilir və bununla da bağlı bizim bilmədiyimiz, yəni mətbuata açıqlanmayan Ukraynanın keçirtdiyi, Ukraynanın təhlükəsizlik qüvvələrinin keçirtdiyi Rusiyanın dərinliyinə olan hücumların nəticəsidir bu. Bundan əlavə olaraq siz qeyd etdiniz, Estoniya, Latviya, Litviya, Rumıniya ərazisində baş verən proseslər eyni zamanda bütün ərazilərdə Rusiya dronlarının görünməsi ilə bağlı. Mən düşünürəm ki, hətta Polşa istiqamətində qalxan Su-31 qırıcı təyyarələrinə qarşı NATO'nun reaksiyası yoxlanılır. Mən düşünürəm ki, Rusiya artıq keçmiş Sovet dövlətinin doktrinasına uyğun olaraq hərəkət edir. Bu da nədir? Blok ölkələr, yəni NATO ilə Rusiya arasında olan blok ölkələrin dərinliyində hava hücumunda müdafiə sistemlərinin yerinin təsbit edilməsi və sıradan çıxarılması. Bu Rusiya üçün nə verəcək? Bilirsiniz ki, raketlərin sərfiyyatı çox böyük bir sərmayə tələb edir. Rusiya Avropaya qarşı, yəni NATOya qarşı hər hansı bir raket hücumları başlasa, Latviya, Litviya, Estoniya, Rumıniya, Polşa istiqamətində NATO'nun patriot silahlarının yerini belirləmək lazımdır və onları sıradan çıxartmaq lazımdır ki, belə desək, Rusiyanın əsas